Qeyd etdiyimiz kimi son illərdə xaricdə təhsilə maraq və tələbat gündən artmaqdadır. Universitetə qəbul olub, sevinclə bitirdikdən sonra ölkəyə qayıtdıqda təəssüf ki, bir çox tələbələr bu problemlə qarşılaşır ki, o da həmin universitetin diplomunun Azərbaycanda tanınmamasıdır. Bəs xarici diplomların tanınması nə deməkdir? Xaricdə təhsil almağa gedənlər nələrə diqqət etməlidir? Xarici universitetdən alınan diplomun Azərbaycanda təsdiqində problem yaranmaması üçün hansı addımlar atılmalıdır? Suallara ətraflı cavab üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovu verilişimizə dəvət eləmişik. Tural müəllim, xoş gətirmişsiniz, səfa gətirmişsiniz. Təşəkkür edirəm. Qeyd elədiyimiz kimi, ümumiyyətlə, xaricdə təhsilə çox maraq artıb son zamanlar. Ələ xüsusda bu təhsil şirkətləri, xaricdə təhsil şirkətlərinin də elə sayı artıb. Abituriyent kimi abituriyent olaraq ali təhsil, xüsusilə də ali məktəblərə qəbul olmayanlar attestatla deyir, biz sizi göndəririk xaricə. Bu və digər şəkildə göndərirlər. Hə, buna bizim bir, necə deyərlər, heç bir şübhəmiz də yoxdur. Amma onlar təhsil alıb gəldikdən sonra başlayır diplom problemi yaranmağa. Ümumilikdə, bəli, təbii ki, öz dövlət xətti ilə təhsil almağa gedənlər də var, imtahan verib gedənlər də var. Bir də qeyd elədiyimiz istiqamətə gedənlərin sayı çoxdur. Həmin şəxslər, yəni ki, ölkəmizdə xaricdə təhsil almağa maraqlı olan şəxslər xarici universitet seçərkən nələrə diqqət eləməlidirlər ki, sonradan problem yaşamasınlar ölkədə? İlk öncə ayırdığınız zamana və diqqətə görə təşəkkür edirik. Düşünürük ki, bu cəmiyyət üçün faydalı bir mövzudur. Giriş-çıxış nöqtəsində qeyd etdiyiniz o böyük əksəriyyət kontekstini aydınlıq gətirməyə çalışım. Çünki il ərzində apardığımız ekspertiza təqribən 6000-7000 müraciəti əhatə edir və bizim gördüyümüz və apardığımız müşahidə və təhlillər onu göstərir ki, imtina sayı təqribən 15-17% arası dəyişir. Yəni, başqa sözlə bu böyük əksəriyyət deyil və il ərzində edilən müraciətlərin əksinə böyük əksəriyyəti tanınır. Kvalifikasiyalar tanınır. Nələrə diqqət yetirmək lazımdır? Düşünürəm ki, biz hər hansı bir gündəlik qərar verməmişdən öncə bir düşünürük, götür-qoy edirik. Hətta bəzən ölkə hüdudlarından kənara gedəndə, bir turistik səfər edəndə belə onun bəlli bir proseduru var, viza almaq lazımdır. Viza üçün kimə müraciət edirik, hansı məkanlara gedəcək və bu mənada daha rasional qərarlar verilir. Və həyatımızın önəmli mərhələsi olan təhsil kontekstindən, xüsusilə də ölkə hüdudlarından kənarda təhsildən danışırıqsa, burada hər bir element önəmlidir. İlk öncə biz ali təhsili niyə almaq istəyirik, bu qərarı məncə düşünüb verməliyik. Bəlkə biz peşə təhsil almalıyıq, bəlkə ali təhsil almalıyıq bir ildən sonra. Yəni, burada müxtəlif məqamlar var. Yəni, hər hansı bir ali təhsil müəssisəsi mənim həyatımın bir parçası olmalıdırmı sualına gəldikdə məncə olmamalıdır. Biz hansı universiteti seçirik, niyə seçirik, hansı ixtisas seçirik, niyə məhz həmin ölkədə bu mənim həyatım hansı formada dəyişəcək, karyeramda hansı yeniliklər gətirəcək baxımından bir bu araşdırma lazımdır. Sözsüz ki, bu araşdırmada biz insanlarımıza da dəstək oluruq, mütəmadi müraciətlər də olunur. Və məhz bu mənada təhsil şirkətlərinin konsultativ dəstəyi önəmlidir. Yəni, təhsil şirkəti mən sizi ali təhsil üçün hər hansı bir ölkə hüdudlarından kənara aparım deməməlidir. O deməlidir ki, sizin marağınız nədir, istəyiniz nədir, həyatınızı necə görürsünüz, hansı ölkədə yaşamaq sizə daha uyğun da ola bilər. Misal üçün, bəzən vətəndaşlarımız çox soyuq ölkələrə qədər iqlim baxımından uyğunlaşa bilmirlər. Bu mənada çoxlu parametr var və biz düşünürük ki, ilk öncə universitet qərar verməmişdən öncə universitetin bir reputasiyasını dəyərləndirmək lazımdır. Universitetin məzunlarına baxmaq lazımdır. Orada dərsləyən müəllimlərin, professorların statuslarına baxmaq lazımdır. Onların cəmiyyətdəki müəyyən mənada mövqeyinə baxmaq lazımdır. Təbii ki, araşdıracağımız səviyyədə. Və bununla bərabər ali təhsil müəssisəsinin lisenziyası varmı? O, legal olaraq fəaliyyət göstərir həmin ölkədə. Müvafiq səlahiyyətli qurum tərəfindən akkreditasiya olunubmu? Yəni, akkreditasiya olunmayıbsa, həmin ölkədə belə həmin universitetin verdiyi kvalifikasiya bir mənalı tanınmayacaq. Bu, əgər tanınmırsa həmin ölkədə, niyə bunu Azərbaycan tərəfi tanımalıdır? Yəni, bu bir qlobal yanaşmadır. Yəni, bu fərdi selektiv yanaşma deyil. Təəssüflər olsun ki, belə seçimlər edilir. Bəzən inkişaf etmiş ölkələrdə biz bunu müşahidə edirik. Bəzən inkişaf etmiş olan ölkələrdə olur bu. Hətta bəzi qonşu ölkələrdə də belə hallar var. Və maraqlıdır ki, həmin ölkədə fəaliyyət göstərir, lisenziyası yoxdur, amma həmin ölkə həmin müəssisənin fəaliyyət göstərilməsi istiqamətində təşviq göstərir, nəinki onun bir növ fəaliyyətini məhdudlaşdırır. Bu bizdə təəssüf doğurur, amma insanlarımız bəzən bunun qurbanına çevrilir. Bundan əlavə digər
önəmli məqamlar var. Təəssüflər olsun ki, burada da müəyyən mənada manipulyasiya elementləri görmüş oluruq ki, yəni vətəndaşımızı bu vecər formada inandırırlar ki, siz əyani təhsil alma forması olaraq diplom əldə edəsiniz, yəni təhsil alasınız, diplom əldə edəsiniz, amma o ora heç vaxt getmir və yaxud da ki, gedirsə bu yalnız 3-5 gündən ibarət olur və sözsüz ki, biz də insanımıza o sualı verəndə, axı siz əyani təhsil almışsınız, necə ola bilər ki, yəni 8 aylıq tədris müddəti ərzində siz orada cəmi 1 həftə olmusunuz və ya 1 ay olmusunuz, təəssüflər olsun ki, ali təhsil müəssisəsi bizə bu imkanı yaratdı deyə argumentini eşidirik və yaxud da ki, bizə dedilər, narahat olmayın, bu sizin üçün bir maneə olmamalıdır. Yəni, başqa sözlə, həmin ali təhsil müəssisələrində əzəldən bir tələbə cəlb edək və buradan ciddi maddi maraqlar güdək kontekstdən məsələyə yanaşırlar və sonda insanımızı bizimlə üz-üzə qoyurlar. Biz xüsusilə də son illər ciddi düşünürəm ki, maarifləndirmə işi də aparırıq və sözsüz ki, vətəndaş qəbullarında da bizim gördüyümüz o müəyyən mənada acı mənzərə getdikcə azalmaq istiqamətindədir. Çünki təəssüflər olsun ki, bir çox hallarda onlar nəinki belə deyək də qurbana çevirirlər, hətta müəyyən mənada saxta diplomlarla üz-üzə qalırlar. Saxta diplom məsələsi də bəli sual doğurur. Çünki bir mənalı olaraq sizi oxuduruq, məzun edəcəyik və kvalifikasiyanızı tanıdacağıq vədləri də verilir, amma yekunda məlum olur ki, ümumiyyətlə kvalifikasiya mövcud olmayıb. Yəni, bu və digər formada da bu artıq cəmiyyətimizin bir acı nümunəsinə çevrilmiş olur. Və sözsüz ki, burada əyani təhsilə münasibətdə də kifayət qədər liberal yanaşma var. Başqa sözlə, qaydalarımız, yəni dövlət başçısının imzası ilə təsdiq olunan qaydalarımız qeyd edir ki, hər tədris ilə münasibətdə tibb və səhiyyə ixtisasları istisna olmaqla 4 ay, yəni 8 ayın yalnız 4 ayı yetərlidir. Yəni, bu qədər liberaldır. Və ümumi tədris müddətinin 3/2-si. Yəni, bu kifayət qədər düşünürəm ki, minimal standartdır ki, vətəndaşlarımız buna düşünürəm ki, əməl etsə, arzulunandır. Yaxşı olar da, bəli. Bu xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələr hansıdır? Yəni, bizim vətəndaşlar daha çox hansı ölkələrə üst tutmağa maraqlıdırlar? Sözsüz ki, burada tendensiya dəyişir və burada bir çox parametrlər var. İndi mən çox detallarına getmək istəmərəm. Ən çox müraciət olunan ölkə qardaş Türkiyədir hal-hazırda. Bizdə olan statistikaya qarşı tərəfin təqdim etdiyi rəqəmlərə baxdıqda 45 minə yaxın vətəndaşımız təhsil alır. Sözsüz ki, bizim də arzu etdiyimiz odur ki, onlar məhz ən yaxşı aparıcı universitetlərdə təhsil alsınlar. Bundan başqa qonşu ölkələrə yenə də müraciət edərək Rusiya Federasiyasından, Ukraynadan, Gürcüstandan gələn kvalifikasiyaları görürük. Sözsüz ki, burada yanaşma ondan ibarət deyil ki, yəni bizə daha çox hardan tanınma üçün müraciət olunursa, ən çox oradan oxuyur tələbələrimiz. Təbii ki, bu bir parametr ola bilər, amma ümumilikdə mənzərəyə baxmış olsaq, yəni son dövrlər bu sıraya Britaniya universitetləri daxil olunur və Avropanın bir çox ölkələrini göstərmək olar ki, Macaristanda və Polşada da tələbələrimizin sayı getdikcə artmaq üzrədir. Xüsusilə də bu qiyabi təhsil alanlar var və bəzi ölkələrdə distant təhsil sistemi mövcuddur. Bəs o şəkildə təhsil alanların Azərbaycanda bu diplom, sənət, diplom tanınması hansı səviyyədədir? Bax, bu da çoxlu suallar doğurur. Hansı ki, qiyabi təhsil alıblar orada? Doğru. Mən hətta bura bir açıq öyrətim təhsil alma formasını da əlavə edərdim. Çünki mövcud qanunvericiliyimizdə belə təhsil alma forması təsbit olmadığı üçün, mövcud olmadığı üçün bir mənalı olaraq tanınmır. Təəssüflər olsun ki, bəzi hallarda biz vətəndaşlarımızın bu və digər formada da aldadıldığını görürük ki, açıq öyrətim təhsil alma forması qiyabi təhsil alma kimi təqdim olunur. Sözsüz ki, bu yanlışdır. Sadəcə bunun üçün qanunvericiliyə baxmaq yetər. İstər həmin ölkənin, istərsə də yerli qanunvericiliyə. Qiyabi təhsilə münasibətdə təbii ki, qiyabi təhsil alma forması təhsilin əlçatanlığı fonunda sözsüz ki, daha öncələr, illər əvvəl təşviq olunan bir formatı idi. Amma təəssüflər olsun ki, o da yetərli kvalifikasiya bir növ verir sənəd üzərindən. Amma təhsilin ənənəvi formada təsbit olunması onu göstərir ki, təhsil mühitində olmaq və ixtisasdan asılı olaraq praktik işlərə cəlb olunmaq daha önəmlidir. Sözsüz ki, burada biz nəyi görmüş oluruq? Əyani təhsil alanlarla qiyabi təhsil alanların səriştəsində, biliş və bacarığında əhəmiyyətli fərqlər var. Və yəqin ki, bundan irəli gəlir ki, son illər xüsusilə də hətta ölkəmizdə qiyabi təhsilə
baxış bir mənalı deyil. Bu mənada onun coğrafiyası kifayət qədər kiçilib, azalıb. Və sözsüz ki, hazırki qanunvericiliyin tələblərinə uyğun olaraq biz əyani və qiyabi təhsil alma forması üzrə təhsil alanlara münasibətdə kvalifikasiyaların tanınması üzrə ekspertiza həyata keçiririk. Amma sözsüz ki, burada da xoş olmayan mənzərəni görürük. Dediyim kimi, adam, yəni bizə müraciət edən şəxs əyani təhsil alma forması üzrə kvalifikasiyanı diplom təqdim edir, amma yekunda məlum olur ki, qiyabi oxuyub və ya tam əksinə qiyabi təhsil alıb, amma diplomunda əyani yazılır. Bu mənada da biz düşünürük ki, insanlar ayıq-sayıq olmalıdırlar və nəticə itibarilə hansı təhsil alma forması üzrə təhsil alıblarsa, kvalifikasiyasında da məhz o şəkildə təsbit olunmalıdır. Ən azından təhsil ekspertləri ilə bunu öncədən müzakirə eləməkləri lazımdır. Bir də ki, bəziləri də var ki, məsəl üçün, deyir, mən müraciət eləmişəm bu diplomun təhsildə keyfiyyət təminatı agentliyinə sənədlərimizi vermişik, hal-hazırda proses gedir və gecikmələr olur. Bunun da vaxt ölçüsü necə müəyyən olunur? Bir mənalı olaraq qaydalarımızda bu 3 ay müddətində baxılır deyə qeyd olunub. Amma burada bir mənalı bizim yanaşmamız ondan ibarət deyil ki, biz 3 ay gözləyirik və yekunda ekspertizanın yekun olaraq qərar veririk. Amma burada bizim prosesi, ekspertizanı yubadan bir neçə faktor var. Onlardan xüsusilə birini vurğulamaq istəyirəm. Biz hər bir kvalifikasiya üzrə təhsil alınan ölkəyə sorğu göndəririk, verifikasiya edirik. Bunu niyə edirik? Düzdür, bəzi hallarda biz müəyyən onlayn baza, databazalar üzərində bunun verifikasiyasını edə biliriksə, sorğu göndərməyə ehtiyac qalmır. Amma təəssüflər olsun ki, bəzi ölkələr üzrə bu verifikasiyalar ənənəvi qaydada, manual formada, yəni bəzən diplomatik kanallar üzərindən göndərilir və sözsüz ki, bu bəzi hallarda vaxt aparır. Bir növdə gecikmə o qarşı tərəfdən. Bəli, çünki qarşı tərəf, misal üçün, mən sizə hətta nümunə deyə bilərəm ki, biz bir kvalifikasiya üzrə 20 dəfə sorğu göndərmişik. Qarşı tərəf ya cavab verməkdə maraqlı deyil və yaxud da ki, oradakı bəzi hadisələr fonunda bürokratik məsələlər ortaya çıxır və bu da bir mənalı olaraq yubanmaya səbəb olur. Amma bunlar təbii ki, selektiv hallardır. Çünki hətta dünən, belə deyək də, axşama doğru biz 194 nəfərə münasibətdə ekspertizanı tamamladıq və onların şəxsi kabinetinə elektron şəhadətnamələr göndərildi və onların böyük əksəriyyəti, hətta mən 90 üzəri faizi deyə bilərəm ki, son 1 ay və son 4-6 həftənin müraciətləri idi və düşünürəm ki, bu mənada da biz insanımıza insani bir növ yanaşaraq onların bu mənada bir növ bürokratik halları məhz qaydalarda 3 ay təsbit olunub deyə 3 ay gözləməli olduğunun düşüncəsində deyilir və komanda bu mənada çox həssas məsələyə yanaşır və ən qısa zamanda müraciətləri yekunlaşdırır. Bəli, yəni bu təkcə təhsildə keyfiyyət təminatı agentliyindən asılı deyil. Bu gecikmələr qeyd olunduğu kimi xaricdəki universitetlərin sorğuya cavabı da müəyyən mənada yubada bilər. Bir də bu xüsusilə ixtisaslardan bəhs eləyəcək ki, universitet seçəndə hansı ixtisaslara da diqqət eləsinlər ki, Azərbaycanda da o ixtisasın qarşılığı olaraq diplomları tanınsın. Önəmli mövzudur. Təəssüflər olsun ki, nadir hallarda da olsa bu tipli ixtisasların təsnifatında yer almayan və yaxud da ki, yer almasa da ümumiyyətlə bizim ixtisasların təsnifatının bir növ fəlsəfəsinə uyğun olmayan çox multidisiplinar ixtisaslar görmüş oluruq ki, onu heç bir halda biz təsnifatın çərçivəsinə sala bilmirik və yaxud da ki, ümumiyyətlə bizdə bu ixtisas mövcud deyil. Yəni ona yaxın gələn bir ixtisas da yoxdur. Heç yaxın gələn ixtisas deyil. Çünki yaxın gələndə heç olmasa biz onu uyğunlaşdırırıq və götürülən dərsləri təhlil edirik. Şəxsin təbii ki, yekun bir növ dissertasiya, yəni belə deyək də, araşdırma tezisini dəyərləndiririk və ona uyğun olaraq yaxın ixtisası verilmiş oluruq. Bəzi hallarda bizim məyus edən məqamlar ondan ibarətdir ki, bu heç yaxın gəlmir və bizdə istənilən halda qanunvericinin tələblərinə uyğun olaraq davam edirik. Biz nəyi tövsiyə edirik? Bir mənalı olaraq vətəndaşlarımıza onu tövsiyə edirik ki, ixtisas seçimi etdikdə, sözsüz ki, dünyanın
bir növ qloballaşması fonunda yeni ixtisasların meydana gəlməsi də var. interdisiplinar və multidisiplinar ixtisaslar artıq var. Yəni bir neçə ixtisasın birləşməsindən irəli gəlir. Bunların fonunda təbii ki, öz istəkvarcılarını arxasınca gedə bilərlər, amma bu təsnifata baxmaq bir zərurəti də var. Çünki bu təsnifat yerli qanunvericiliyin tələblərindən irəli gəlir və təbii ki, növbəti təhsil səviyyəsində ölkədə təhsillərini davam etdirmək zərurəti yarandıqda, eyni zamanda biz də o qanunvericinin tələblərinə uyğun olaraq bilirsiniz ki, hər bir ixtisasın kodlaşması var. Bunu bu şəkildə təsbit edirik. Biz bir mənalı bunu hər zaman tövsiyə etmişik və indi də tövsiyə edirik ki, bunu təsnifatı nəzərdən keçirmələri arzu olunandır. Turan müəllim, sonda istəyirəm ki, xaricdə təhsil almaq istəyənlərin diqqətinə çatdırasınız ki, onlar universitet seçərkən hansı universitetlərdə təhsil ala bilərlər? Bax, bunların dəqiq siyahısı ilə, hansı ki, universitetin lisenziyası var, ondan sonra akreditasiyadan keçib öz ölkəsində və ya da o universitetlərlə Azərbaycanla həmin ölkə arasında müəyyən bir qarşılıqlı imzalanmış müqavilə var. Bax, necə tanış olub o istiqamətdə addım ata bilərlər? Təbii ki, biz dünyada 10 minlərlə universitet var. Biz siyahını tam fərqli kontekstdən tərtib etmiş olduq ki, vətəndaşlarımız üçün yararlı olsun. Hansı universitetlərə getməməlidirlər? Getməməlidirlər. Bəli, Bu da yəni maraqlı başqa sözlə biz lisenziyası və akreditasiyası olmayan, amma bizə edilən müraciətlər əsasında formalaşan siyahını ictimailəşdirdik. İnternet səhifəsində bu yer alır və mütəmadi olaraq yenilənir. Deməli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin teketia.edu.az internet səhifəsində lisenziyası və akreditasiyası olmayan ali təhsil müəssisələrinin siyahısı var. Amma bu siyahı yekundur mu, yekun deyil. Niyə? Çünki bizə edilən müraciətlər əsasında formalaşır. Təqribən hal-hazırda orada, demək, ikinci siyahını da mən bildirim, sonra təfərrüatlarına getməyə çalışacağım. İkinci bir siyahı nə etdik? Biz bizə edilən müraciətlər əsasında imtina verilən ali təhsil müəssisələrinin siyahısını tərtib etdik. Başqa sözlə, orada elə bir universitet görmüş olarsınız ki, universitetdən gələn müraciətlərin 98% imtina alıb. Biz bunu insanlarımız üçün əlçatan etdik ki, onlar qərarlarını verəndə bu siyahıya da baxmış olsunlar. Yekunda hər iki siyahı kifayət qədər təkmil hala gətirilib və düşünürəm ki, bu insanlarımız üçün qərar vermədə önəmli rol oynayır. Nəticə etibarilə xaricdə təhsil almaq istəyənlər diqqətli olmalıdırlar. Ən azından təhsil ekspertliyə sorğu-sual elədikdən sonra universitetlərə addım ata bilərlər. Sözsüz ki, agentliyə də bu mənada müraciət edə bilərlər. Çox təşəkkür edirəm Tural bəy, gəldiniz. Bizim çox sayılı suallarımıza eyni zamanda bilirəm ki, xaricdə təhsil almaq istəyənlər üçün maraqlı suallar idi və cavab verdiniz. Minnətdarım, uğurlar. Əziz izləyicilər, diqqətinizə çatdıraq ki, studiyamızın qonağı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov idi. O, xaricdə təhsil almaq istəyənlər üçün maraqlı olan mövzulara toxundu.